İndi sən İslama əməl eləmirsən, mən də əməl eləməyim. Sən evladıva yalnız dünya öyrədirsən. Biz demirik öyrətmə, bəli. Elə sənin mənim evladım olmalıdır, elmli, həkim olmalıdır, diş həkimi olmalıdır və s. bütün halal sektorların hamısında elə müsəlmanların evladları olmalıdır. Amma bu maniyə deyil, axı biz ona İslamı da öyrətməyək. Bəli, biz uşağı məktəbə göndəririk, get məktəbə, get oxu, tapşırırıq müəllimələr və hörmət elə, müəllimələr hamısına hörmət elə. Evladı evdən çıxardanda deyirik ki, bala, sinifdə harda oturursansa çalış əllərini belə qoy. Müəllimə nə dedi, onda danış. Demədi, danışma. Müəllimənin sözündən çıxma. Verdiyi tapşırıqları yerinə yetir. Evdə də bacardığımız qədər tələb eləməyə çalışırıq. Bu bizim ona olan dünyavi məktəbinə diqqətimizdir. Yəni başqa nə etməliyik? Bundan başqa bir şey varsa biz deyirik, yox. Elə budur, bunu da eləyirik. Eyni zamanda ona dinini də öyrədirik. Deyirik ki, bax, evladım, sən Allah yaradıb. Sən Allahın qulusan. Allah yerləri, göyləri yaradandır. Allah bizi ruzlandırır. Allah bizi görür, eşidir. Bax, evladım, Allahdan qorx. İbadəti Allaha, ata-anaya görə eləmə. Əgər ata-ana üçün hicab bağlayırsansa, başına atam deyib bağlayırsansa, bir gün onu açacaqsan. Çünki ata bir gün olmayacaq, ana bir gün olmayacaq. Sən o ibadəti tərk eləyəcəksən. Amma bil ki, Allah hər yerdə görəndir. Allah atanın da, ananın da Rəbbidir. Bunu öyrədirik ona, bəli. Sən də